Onun deyim ki, Azərbaycanda ümumiyyətlə Azərbaycanın Rusiya tərəfindən işğal olunması və Azərbaycanın bir koloniya olması ilə bağlı fikirlər Azərbaycan tarixində ən müxtəlif formalarda ifadə olunsa da, ilk dəfə açıq şəkildə Şuşada keçirilən axırıncı media forumda İlham Əliyev tərəfindən Fransa koloniyasından gəlmiş jurnalisti sualına cavab verərkən bildirdi ki, biz həm Çar Rusiyası vaxtı, həm də Sovet Rusiyası vaxtı koloniya olmuşuq. Baxmayaq ki, bizim çox zəngin sərvətlərimiz olub. Həmin sərvətləri Ruslar çalayıblar, aparıblar. Azərbaycan xalqı isə dilənçi kökündə olubdur. Və biz demək olar ki, inkişaf etməmişik. Biz bunun nümunəsini özümüz də görürüz ki, Bakının 90%-dəki tikililər əsrin əvvəllərində tikilmiş o bir mərtəbəli, yararsız, yaşamaq üçün, belə deyək, açıq şəkildə deyim ki, yaşamaq üçün tibbi nöqteyi nəzərdən, digər nöqteyi nəzərdən yararsız olan binalar qalmışdır Sovet hökumətinin axır vaxtlarına qədər. Yəni, Azərbaycan müstəqillik əldə etdiyəndən sonra bu binalar Sovet iqtidarçı olan binaları mən deyirəm, başqa yerdəki binalardan. Yəni, ilk dəfə İlham Əliyev bunu bütün dünyanın eşidəcəyi bir təqdirdə bildirdi ki, Azərbaycan Rusiyanın koloniyası olub. Bu özü Rusiyanın özündə çox ciddi bir narazılıqla qarşılandı. Çünki niyə? Ruslar öz kolonial sistemini klasik koloniyadan fərqli bir şəkildə aparırdı. Məsələn, İngilislər Hindistanı tutanda ora koloniya kimi baxırlar, həm də koloniya nazirləri var idi. İngiltərənin koloniya naziri var idi. Ruslar isə bizi müttəfiq respublika kimi, qardaş respublika kimi, qardaş xalq kimi güya təqdim edir zahirən. Amma əslində isə İngiltərənin koloniyalarının daha ağır şərtlərlə bizi koloniya vəziyyətdə saxlayır. Bir neçə fakt demək istəyirəm ki, məsələn, Azərbaycanda 5 mərtəbəli bir binanın tikilməsi üçün mütləq Moskvanın razılığı lazım idi. Azərbaycanda hansı məhsulu əkmək lazımdır, nə qədər əkmək lazımdır, nə vaxt əkmək lazımdır, Moskvanın qərarı var idi. Bizim özümüzün müstəqil şəkildə heç vaxt tutaq ki, nəyisə iqlimimizə uyğun, əhalimizin tutaq ki, bacarığına uyğun iqtidarımız yoxdur əkməyə. Məsələn, Azərbaycan uzun illər kənd təsərrüfatında respublika kimi saxlanmışdır. 1969-cu ildə Azərbaycanda barmaqla sayılan bir-iki müəssisə var idi. Hətta Azərbaycanda neft xammal şəklində aparılırdı. Azərbaycanın özündə neftin emalına demək olar ki, Sovet hökuməti heç bir addım atmamışdı. Bu xammal istehsalı da elə bir xalqın geridə qalması, kölə şəklində qalması deməkdir. Və yaxud da kənd təsərrüfatında pambığın əkilməsi. Marks deyirdi ki, istənilən cəmiyyətdə pambıq qul əməyidir. Amma baxın, Sovet hökuməti açıq şəkildə Azərbaycan Respublikasını bir pambıq respublikası kimi təqdim edirdi və bizdən də tələb edirdi ki, gecə gündüz pambıq əkməklə məşğul olun. Yəni, Marksin dediyi həmin qul əməyi ilə məşğul olun. Və bu qul əməyi ilə yalnız kəndlərimiz məşğul olmurdu. Tələbələrimiz, professorlar, alimlərimiz, institutlar 2 ay həmişə təxirə salındı. Oktyabr ayına qədər hamı gedirdi pambıq yığmağa. Yəni təkcə kəndlilərimiz kölə vəziyyətinə salınmırdı, qul vəziyyətinə salınmırdı. Həmin qul əməyi, həm bizim ziyalılarımız o qul əməyi ilə məşğul olurdu. Bu da onların psixologiyasına təsir edirdi. Təsəvvür edin ki, təhsildə müəyyən buraxılma olurdu. Elmi iş görəcək alim gedirdi pambıq yığmaqla məşğul olurdu. Yəni belə bir biabırçı Sovet hökumətinin belə bir siyasəti vardı və Sovet hökumətində Moskva və Sankt-Peterburqdan başqa bütün SSR-i belə deyək aclıq içindəydi və SSR-nin iqtisadi cəhətdən 2 respublika təmin edirdi. Bir Azərbaycan, bir də baxma ki, biz balaca bir respublikaydı. Bir də Ukrayna. Azərbaycandan Sovet dövründə 1 milyard barel neft aparıb Sovetlər. Bu 1 milyard barel neftin həmin dövrki qiyməti ilə, dünya bazarındakı qiyməti ilə hesablasaq, Azərbaycan demək olar ki, gərək qızıldan, evlər qızıldan olar. Amma baxın, hətta əsrin əvvəllərində Azərbaycandan neft aparırdı Ruslar.
əvəzində bizə deyirdilər ki, bu rentabelli deyil, bu nefti çıxardığımıza görə pul verməzdir və bu pullardan alan deyirdi ki, kənd təsərrüfatında əldə etdiyiniz gəlirlərin bir hissəsini biz sizin neftinizi çıxarıb apardığımıza görə bizə verməlisiniz. Təsəvvür edirsiniz bu nə deməkdir? Yəni nefti pulsuz aparırlar, əlavə neftin çıxarmaq haqqını da bizdən alırdılar. Sovet hökumətinin vaxtında və Çar Rusiyasının vaxtında Azərbaycan xalqına qarşı iki siyasət aparılır. Bir, Azərbaycan xalqını mənəvi məhv etmək. İki, Azərbaycan xalqını fiziki məhv etmək. Mənəvi məhv etməyin iki üsulu həyata keçirilib. Onun biri assimilyasiyadır. Yəni, mümkün qədər çalışıblar ki, Azərbaycan xalqı ruslaşsın. İkinci isə manqurtlaşma. Yəni, ruslaşmayan hissə, o siz deyilsə, hələ də bizi Rusiyanın tərbiyə elədiyi kimi özümüzü dərki, bu manqurtlaşmadır. Bu siyasət, bunu necə aparırlar, bunları sizə izah edəcəm. Baxın, iki dənə böyük alimin fikrini sizə çatdırmaq istəyirəm. Buyurun. Yəni, tarixi şəxsə. Biri Göbbesin belə bir söz var. Bir xalqın tarixin əlindən alarsınız. Birinci nəsli zorla kölə eləyərsiniz. İkinci nəsil deyə görə köləliyə razı olar. Yəni, könüllü köləliyi qəbul etmək ona lazım deyil zor eləmək. Siz özünüz xoşluqla o köləliyi qəbul eləyəcəksiniz. Machiavelli deyirdi ki, siz bir xalqı əgər kölə eləmək istəyirsə, oraya qoşun göndərmək lazım deyil. Onun adət və ənənəsini dəyişin, o özü dönüb olacaq kölə. Sovet hökuməti nə elədi? Azərbaycanın milli və dini bayramlarını qadağan elədi. Əvəzində sünni məhsul bayramı, oktyabr bayramı, 1 may bayramı, zəhmətkeş bayramı, 8 mart bayramı və s. belə sünni bayramlar tətbiq. Azərbaycan çünki niyə? Adət, ənənə bir xalqın qəlbidir. O xalq qəlbin içində xalq olur, millət olur. Elə ki siz onun adət ənənəsini çıxardınız, o xalqdan heç bir əsər-əlamət qalmır. Digər tərəfdən indi mən istəyirəm birinci bizi necə fiziki cəhətdən məhv eləyiblər, sonra da mənəvi cəhətdən hansı üsullar məhv eləyib, onunla bağlı konkret qısa da olsa sizə deyim. Buyurun. Çox maraqlıdır ki, Azərbaycan 1813-cü ildə parçalanandan sonra bizim xalqımız elə bilir ki, Ruslar yalnız Şimali Azərbaycanda bizə qarşı qırğınlar törədiblər. Bir şey bilməlisiniz ki, Rusların cənubda daha çox Azərbaycan türkünü qırıblar. Nəinki şimalda. Cənubda rəsmi üzlərinə gediblər, əli silahsız insanları gülləliyiblər. Burada isə Sibirə göndəriblər, orada nə bilim həbsxanalarda gizlin şəkildə öldürüblər, amma cənubda açıq şəkildə tankla, topla gediblər, insanlarımızı öldürüblər və bu Çar Rusiyasının və Sovet Rusiyasının... Üzr istəyirəm, cənub dediyimiz bugünkü Cənubi Azərbaycandan bəhs edir. İranda deyəcəm, harada nələr elib, neçəncə ildə nələr elib Ruslar.